növbədə məhsulun istehsalından danışaq. Cənubi Koreyanın Cell Biotek şirkəti var ki, onun əməkdaşlıq sayəsində, bu da nə üçündür? Çünki məhsulumuzun kapsulası, yəni belə deyək də örtüyü, xüsusi selüloz tərkiblidir, o da xüsusi texnologiyadan hazırlanır. Nədən ibarətdir bu? Mədə şirəsinin aqressiv təsirindən kapsulanı qoruyub, onu bütöv şəkildə bağırsağı çatdırmaq. Yəni, yeganə məhsulumuz, digər məhsulları biz əgər qəbul ediriksə, onun kapsulası mədədə açılır və mədədə öz işini görməyə başlayır. Bizim bu məhsulumuz isə bağırsaq üçün nəzərdə tutulur. Sırf bağırsaq mikroflorasını yaxşılaşdırmaq üçün. Və həmin kapsulların bağırsağa gedib orada açılması, bağırsağın bütün işini, yəni orada görməsi lazım olan işləri orada təmin edilir. Sonra, indi istədiyim nə üçün yaxşıdır? Ümumiyyətlə, əgər immunitetdən danışırıqsa, bugün bizim mövzumuz immunitetdir. Bizim immunitetimiz harada formalaşır? Bağırsaqda. İndiki dövrdə də fikir verirsiniz, böyük əksər insanların, demək olar ki, hamının bağırsaq problemi var. Ya diareyası var, ya qəbizliyi var, ya da ki, müxtəlif formada müxtəlif xəstəliklər var. Əgər bağırsaq normal işləmirsə, bağırsaqda hansı bir problem varsa, o adamın 100% immunitetindən söhbət gedə bilməz. Bir mənalı olaraq biz bilməliyik ki, bu adamın artıq xəstəliklərə bir növ açıq qapıdır. Hər istənilən xəstəliyə, hər hansı bir orqanında zəifliyi varsa, bağırsaqda gedən proses onu aktivləşdirəcək və sonradan geriliyə dönüşü olmayan xəstəliklərə belə gətirib çıxara bilər. Ona görə də mütləq şəkildə hamıya elifid məhsulunu, bizim bu probiotikimizi məsləhət görməliyik. İmmunitet formalaşır bağırsaqda. Bağırsaqda lazım olan canlı bakteriyalar var. Bəzən deyəndə bunu biraz qorxulu qarşılayırlar. Əslində biz bilirik ki, bakteriyalar iki cürdür. Xeyirli bakteriyalar, ziyanlı bakteriyalar. Xəstəliyi törədən həmin o ziyanlı bakteriyalardır. Xeyirli bakteriyalar o zaman iş görə bilmir ki, artıq ziyanlı bakteriyaların miqdarı artır, yəni limiti keçir və xeyirli bakteriyaları yeməyə başlayır, belə deyir. Və çoxlarının səhv etdiyi bir məsələ, antibiotik qəbulu. Həmin antibiotik, adından da bilirik ki, anti-həyat deməkdir. Antibiotiklər intellektual məhsul deyil. Onlar qarşısına çıxan hər bir bakteriyanı, xeyirli ziyanlı fərqi yoxdur, hamısını məhv edir. Və siz fikir vermişsiniz, antibiotiklə müalicə olunan adam o xəstəlikdən durur, amma bir müddətdən sonra ondan da ağır formada xəstələnir. Bu, həmin xeyirli bakteriyaların məhv olması sayəsində olur. Və ona görə də hər zaman vurğulayırıq ki, hər bir xəstəlikdən sonra mütləq şəkildə bağırsaq üçün lazım